Yenə də Hövsan bağlarının olmazsa olmazı əncil ağacı və mən. Hər birinizi Hövsan prokuratura bağlarından salamlayıram əzizlərim. Bura tanıyanlar bilir ki, Hövsanın ən səviyyəli, ən prestijli bağlarından sayılır. Bir dənə şirin su yoxdur hələ ki, o da artıq yavaş-yavaş çəkilməyə başlayır deyirlər. Bax, bu gördüyünüz ərazi 9 sot torpaq sahəsi, xüsusi mülkiyyət, yaşayış məntəqələrinin torpaqları, yəni el arasında Kupçalı, əziz müştərilərim. Hər tərəf gözəl bağ evləridir, ideal tikillərdir. Maşallah. Allah hamının xeyrini versin. İçində biz qarışıq, bu torpağın sahibi qarışıq. 9 sot torpağı 3 üstə bölüb verə bilərik, 6 sot kimi də verə bilərik. Qiymətləri deyirəm sizə. 3 sotunun qiyməti 45 min manatdır, 6 sotunun qiyməti eləyir 90 min manat əzizlərim. Sənədləri tam qaydasındadır, torpaq rahat bölünür və ölçüləri çox idealdır. Ölçülər neçə olsa yaxşıdır. 12 yarımı 24-ə. Çox super ölçülərdir ya, yəni. Bax, belə bölürsən, torpaq eninədir. Böl özün üçün. 3 sot götür, 6 sot götür, öz işindir. Yəni buralar hər ay qalxır, nəinki hər sezon, hər il. Hər ay qiymətlər burada məlumdur. Çünki torpaq az saydadır və Kupçalı torpaqlar da ki, məlum məsələdir. Bakının 80-90% Kupçasızdır və bu ərazidə Kupça da var. Daxil oluruq torpağımıza sizi geniş şəkildə təqdim edirik. Baxın, belə səviyyəli, belə gözəl bir torpaq sahəsidir. Nə qayalıqdır, nə bir şey. Bağ üçün çox idealdır. Qonşuluqda ağacları da görürsünüz, əkiblər. Meyvə ağacı da yetişir burada. Nə bilim, yaşıllıq üçün əkdiyimiz ağaclar da yetişir. Əncil ağacdakı məlumdur da, dediyim kimi videonun əvvəlində. Bakı bağlarının əncili, narı, üzümü həmişə bilinir ki, qəşəng yetişir. Qiymət də məlum, sənəd də məlum. Bir dənə qalır müştərisinin məlum olmağı. Buyurun, zəng eləyin, əlaqə nömrəm sayfanın başlığında var. Bu gözəl torpağımız neçə sot istəyirsiniz sizin olsun.